Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimimiz Səlci. Bugün sizlərə dövrü qanun və dövrü sistem atomun quruluşu bölməsinin atomun tərkibi mövzusundakı sualları izah edəcəyik inşallah. Gəlin vaxt itirmədən birinci sualla başlayaq. Hansı atomun nüvəsində neytronların sayı daha çoxdur? Uşaqlar, atomun nüvəsində gəlin göstərim neytronlar harda göstərilir? Birinci sual. Deməli, tutaq ki bu atom X atomudur. Belə yox. Fərqli yazaq. Tutaq ki, bu X atomudur. X atomunun nüvəsində AR, yəni nisbi atom kütləsi X atomunun sol yuxarı hissəsində, sıra nömrəsi, nüvənin yükü və s. sıra nömrəsi, nüvənin yükü, protonların sayı, deməli, X elementinin sol alt hissəsində, deməli, X atomunun tutaq ki, ionunun yükü yuxarı hissədə, tutaq ki, müsbət və yaxud da mənfi ola bilər N. Elektronların sayı isə aşağı hissədə göstərilir. X atomunun indeks, yəni sağ aşağı hissəsində göstərilir. Neytronların sayını necə müəyyən edirik? Deməli, protonların sayı üzərinə gəlsin. Baxın, bu protonların sayını göstərir uşaqlar. Üzərinə gəlsin, neytronların sayı bərabərdir. Nisbi atom kütləsi. İndi gəlin bir-bir neytronların sayını müəyyən eləyək. İlk öncə A variantının nisbi atom kütləsi 16, proton sayı 8, neytron sayı da olacaq 8. Neytronların sayı daha çoxdur istəyir bizdən. Deməli, nisbi atom kütləsi 23, proton sayı 11, onda neytronların sayı 23-dən 11 çıxırıq 12, 2, gəlin bir-birinə 20 və 14. Ən çox neytron sayı hansı elementdə oldu daha çox uşaqlar? D variantı. 20 dənə neytronumuz oldu. İkinci sual, hansı atomun nüvəsində neytron yoxdur? Uşaqlar, yalnız baxın, protium, hidrogenin protium izotopunda neytron yoxdur. Neytron nə idi? Dedim, nisbi atom kütləsindən protonların sayını çıxanda neytronların sayını tapırıq bu düstura əsasən. Nisbi atom kütləsi də 1-dir, proton sayı da 1-dir. Onda neytron sayı avtomatik olacaq 0. Üçüncü sual, atomun nüvəsində neçə neytron var? Uşaqlar, 18-dən 8 çıxırıq, 10 cavab Y variantı. Dördüncü sual, alüminium 27-13 atomunda neçə proton, neçə neytron, neçə elektron var? Uşaqlar, deməli, atomda, yəni neytral atomda, baxın, alüminium neytral atomdur. Üzərində ion deyil ki, məsələn, burada müsbət 3 yazılmayıb ki, neytral atomdur. Neytral atom olduğu üçün protonların sayı elektronların sayına bərabərdir. Biz nə demişdik? Atomun tərifini necə demişdik? Atom müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarət elektroneytral hissəcikdir. Düz deyil. Əgər neytral atomdursa, tutaq ki, atomun nüvəsində 3 dənə müsbət yük varsa, deməli, elektronların sayı da uşaqlar neçə dənə olmalıdır? 3 dənə də elektron olmalıdır. Neytral atomda proton sayı elektron sayına bərabərdir. Ona görə proton sayı da 13-dür. Elektron sayı da 13-dür. Cavab müəyyən elədik D variantı. Neytron sayı da 27-dən 13 çıxırıq 14. Cavab da oldu D. 5-ci sual, atomun nüvəsinin yükü hansı hissəciklərin hesabına yaranır? Uşaqlar, atomun nüvəsində hansı hissəciklər var? Atomun nüvəsində müsbət yüklü protonlar və elektroneytral olan neytronlar vardır. Elektronlar da bilirik ki, nüvənin ətrafında hərəkət edir. Burada artıq netləşdi. Elektronlar da nüvənin ətrafında hərəkət etməyə başlayır. Deməli, atomun mərkəzində hansı hissəciklər var? Hansı yüklü hissəciklər var? Atomun nüvəsində proton və neytronlar var. Neytronlar yüksüzdür, protonlar müsbət yüklü. Ona görə yüklü hissəcik soruşduğuna görə cavab C variantı. Yüksüz hissəcik sorsaydı neytronları götürərdi. 6-cı sual, 2 qram kükürddə neçə elektron var? Uşaqlar, baxın, bizə kükürdün nisbi atom kütləsini 6-cı sualda verib. Nisbi atom kütləsi nə demişdim? Elementin sol üst hissəsində yazılır. Deməli, AR kükürdü bizə verib 32. 32 qramında neçə elektron var? Baxın, aşağıda kükürdün protonlarının sayını da verib. Kükürd deməli ion halında deyil, neytral atom halında olduğu üçün protonların sayı elektronların sayına bərabər olacaq. 16 dənə də elektronu olsun, düz deyil. Deməli, 32 qram kükürddə neçə dənə elektron oldu? 16 dənə elektron oldu. Uşaqlar, elektron sayını mən 16 dənə yaza bilmərəm, Na ilə yazmalıyam. 16 Na. Na nə idi? Demişdik, Na bərabərdir. 6-dan %2 vurulsun 10 üstü 23. Proton sayı olsun, elektron sayı olsun, bunları mən mol miqdarı ilə soruşmayıbsa, Na ilə yazmalıyam.
Davam edirik. Deyir 2 qram kükürddə neçə elektron var? Bilmirik. X elektron var. Gəlin hesablamamızı aparaq. X də bərabərdir. Na sayda elektron var. Na'nın da qiymətini bilirik. Cavab da oldu. Y variantı. Keçirik 7-ci suala. 6 qram tritiumda neçə neytron var? Uşaqlar, gəlin 7-ci sualı yazaq. Normal halda baxın 3 qram tritiumda neçə neytron var? 3-dən 1 çıxırıq, 2 Na sayda neytron var. 6 qram tritiumda neçə neytron olacaq? Bilmirik. X sayda neytron olacaq. İndi davam edirik, ixtisarlarımızı aparaq. 6-ya ixtisar 2 ixtisar getdi 2 dəfə. X də bərabərdir. 4 Na sayda neytron olacaq. 4-ü də vururuq. Na'nı da bilirik. Altdan %2 olsun 10 üstə 23-ə. Cavab da oldu. C variantı. Keçdik 8-ci suala. Kalsiumu bizə verib, nüvəsində neçə neytron var? Uşaqlar, baxın, aerini verib 40, protonların sayını verib 20. Proton üzərinə gəlsin neytron air eləyir. Ona görə də cavab oldu 20 A variantı. 9-cu sual. Hansı atomlar bir-biri ilə izotopdur? Əla. İndi gəlin izotop, izoton, izoelektron, izobar anlayışını sizə izah edirəm uşaqlar qısa bir şəkildə. İzotop, izoton, izoelektron, izobar. Bar. Uşaqlar, izotop sözünün son hərfinə baxın. P. Deməli, protonlarının sayı eyni olan atomların növünə izotop deyilir. Bu qədər sadə. Məsələn, baxın, hidrogen 1, 1, hidrogen 1, 2, hidrogen 1, 3. Gördünüz uşaqlar, protonlarının sayı eynidir. Hər birində bir ədəd proton var. Bunlar, deməli, bu hidrogenin yuxarıda göstərdiyim 3 element hidrogen izotoplardır. Protium izotopu, deuterium izotopu, tritium izotopu. İzoton nədir? Neytronlarının sayı. Baxın, son hərfi N-dən qutarır. Neytronlarının sayı eyni olan atomların növünə izoton deyilir. İzoelektron, elektronlarının sayı eyni olan atomların növüdür. İzobarda baxın, sonu R-la bitir. Yəni, nisbi atom kütləsi eyni olan atomların növünə izobar deyilir. Bu qədər. İndi bizə izotop soruşur, yəni protonlarının sayı eyni olsun. Baxın, hər ikisində 17 dənə proton var. A variantında X-də 19, Y-də 20 doğru deyil. B variantında X-də 19, Y-də 18 doğru deyil. C variantında X-də 24, Y-də 26 doğru deyil. D variantında da doğru deyil. 20-18. Cavab Y variantı. Bu qədər sadə. 10-cu sual. Natrium elementinin 11-23 elementinin atomunda olan elektron və neytronların sayını müəyyən edin. Uşaqlar, neytral atomda elektron sayı proton sayına bərabərdir. 11 dənə elektronumuz var. Neytron sayıda 23 çıxılsın 11, 12. 11, 12. Cavab Y variantı. 11-ci sual. Elementləri bizə verib, neytronlarının sayını verib, kütlə ədədlərində verib. İzotopdurlarmı? Onu müəyyən edir. Uşaqlar, atomun, yəni air nəyə bərabərdir? Bizə 11-ci sualda nəyi verib? Nisbi atom kütləsini verib, neytronlarının sayını verib və izotop soruşur. Yəni, protonlarının sayı eyni olan atomlar növünü soruşur. İlk öncə gəlin biz hər bir atom üçün, hər bir element üçün X, Y, Z, T elementləri üçün proton sayını müəyyən eləyir. Ondan sonra bilərik ki, izotopdular, yoxsa yox. Neytron sayı üzərinə gəlsin proton sayı nisbi atom kütləsinə bərabərdir. Bizə atom kütləsini verib, neytron sayı 10, sonda proton sayı olacaq 9. Proton yazaq üstünə. Protonu da burada göstərək. 16-dan 8 çıxdıqda 8, 12-dən 6, 6, 13-dən də 7, 6. Deməli, hər ikisində proton sayı eyni olan elementlər hansı oldu? Z və T elementləri. Cavab da oldu A variantı. 12-ci sual. Nisbi atom kütləsi 23 olan elementin nüvəsində 12 neytron olduğunu bilərək sıra nömrəsini müəyyən edin. Uşaqlar, elementin sıra nömrəsi, nüvəsinin yükü, protonların sayı üçü də eyni anlayışdır və bir-birinə bərabərdilər. Yəni, bir-birinə bərabər anlayışlardır ədədi qiymətcə. Nisbi atom kütləsini bizə verib 23. Elementi yazın, sonra verilir üzərində yazın. 12 dənə neytronu var. Protonların sayını bizdən istəyir. Yəni, sıra nömrəsi. Sıra nömrəsi protonların sayına bərabərdir. P də bərabərdir 23-dən 12 çıxırıq. 11. Cavab oldu C variantı. 13-cü sual. Nisbi atom kütləsini bizə verib X, 52. Baxın, X elementin üzərində yazıram. Protonların sayını verib 24. Bu elementin neytronların sayı da X. X də bərabərdir. 52-dən 24 çıxacaq. 28.
8. Cavab oldu C variantı. 14-cü sual. Ən sadə elektron quruluşuna malik olan element hansıdır? Uşaqlar, ən sadə elektron quruluşuna malik olan element hidrogendir. Çünki sıra nömrəsi 1-dir. Bayaq da 3 dənə izotopunu göstərdim. Ən sadə elektron quruluşu. Yəni bunun bir dənə elektronu var da. Nə demişdim? Neytral elementdə elektronun sayı ilə protonun sayına bərabərdir. Bir protonu varsa avtomatik bir dənə də elektronu var. Ən az elektron hidrogendə olduğu üçün ən sadə elektron quruluşuna malik olan da elə hidrogen olacaq. 15-ci sual. Hansı atomlar eyni sayda neytron var? Gəlin neytronları hesablayaq. Karbon 12-6-da 6 neytron, 12 neytron, 12 neytron, 14 neytron. Baxın, AR-dən protonların sayını çıxdım. Deməli, 2 və 3-də hər ikisində 12 neytron var. 2, 3, cavab D variantı. 16-cı sual. Bizə hissəciyi verib, proton sayını, elektron sayını verib. İndi soruşur ki, anion, kation və neytral atomu müəyyən edin. Gəlin aşağıda müəyyən eləyək uşaqlar. X, Y və Z. Bizə 3 dənə hissəcik verib. Bunlar iyondular uşaqlar. Yəni bu üst hissələrində bir rəqəm var. İyonların sağ yuxarı hissəsində bir rəqəm olur. Bizə elektronlarının sayı verib 18, protonlarının sayını verib 17. Uşaqlar, elektronun sayı protonun sayından çoxdursa, elektron necə yüklü hissəcikdir? Elektron mənfi yüklü hissəcikdir. Mənfi. Yaxşı, bəs proton necə yüklü hissəcikdir? Bayaq demişdik, proton müsbət yüklü hissəcikdir. Müsbət. Neytron da bilirik ki, müsbət. Neytron da bilirik ki, yüksüz hissəcikdir. İndi elektronun sayı protonun sayından çoxdursa, onda X atomu mənfi yüklü hissəcikdir. Özdə mənfi 1 yazırıq. Niyə mənfi 1 yazılmır əslində? Sadəcə yazıram ki, aydın başa düşəsiniz. Mənfi 1. Deməli, protonun sayı oldu 17 dənə. Mənfi 1 yüklü iyondur ki, bu 18 dənə də elektronu var. Yəni, elektronun sayı bir vahid çoxdur. İndi gəlin Y üçün yazaq. Y-də 19 dənə elektron var, 19 dənə də proton var. Uşaqlar, proton sayı elektron sayına bərabər olduğu üçün Y yüksüz, yəni neytral hissəcikdir, 0-dır. Sonra gəlirik Z-də. Z-də 18 dənə elektron, 20 dənə də proton var. Müsbət yüklərin sayı mənfi yüklərin sayından daha çoxdur. 20 dənə protonumuz var, 18 dənə elektronumuz var. Onda deməli 20-dən 18 çıxırıq 2 müsbət. Bu qədər. Deməli, Z atomunun yükü də, Z hissəciyinin üstürəm, atom deyil daha. Hissəciyinin yükü də müsbət 2-dir. Hansı hissəciyin sayı çoxdursa, məsələn, müsbət hissəciyin sayı çoxdursa, ondan digərini çıxıb yanına müsbət yazıb elementin yuxarı sağ küncünə yazırıq. İndi davam edirik. Deməli, X-i mənfi yüklü hissəciyə anion, gəlin bunu da indi müəyyən eləyək. Neytral hissəcik, deməli, baxın, neytral hissəcik, çünki yükü yoxdur, neytral hissəcik. Müsbət yüklü hissəciyə isə kation deyilir. İnşallah bunu yadınıza saxlayın, gələcək dərslərimizdə çox qarşınıza çıxacaq. İndi gəlin cavabı müəyyən eləyək. X dedik anion, Z kation, Y isə neytral atomdur. Cavab da oldu A variantı. 17-ci sual. X hissəciyində 3 proton, 2 elektron var. X-in yükünü müəyyən edin. Uşaqlar, protonların sayı elektronların sayından çoxdursa, X-in yükü müsbətdir. İndi neçə müsbətdir? 3-dən 2-ni çıxırıq, 1 müsbət. Cavab oldu B variantı. 18-ci sual. İyonunda proton və elektronların sayını müəyyən edin. Uşaqlar, protonların sayı dedim ki, elementin sol alt küncündə yazılır. Onda protonların sayı avtomatik olaraq oldu 20. Sıra nömrəsi onun protonların sayına bərabər olur. Elektronların sayı isə hissəciyin yükünə baxaraq müəyyən edilir. Elektronların sayı da olacaq 18. Niyə 18? Baxın, 20 dənə protonumuz var. Müsbət 2 yükünə malik. Deməli, elektronların sayı ondan 2 vahid azdır ki, protonların sayı 2 vahid çoxdur ki, müsbət 2 yükünə, bu hissəcik müsbət 2 yükünə malikdir. Ona görə də cavab oldu A variantı. Gördük, 20-dən 18 çıxanda 2, protonların sayı 2 vahid çoxdur deyə 2 müsbət hissəcik oldu. Deməli, 19 sxem üzrə nə doğru deyil. Uşaqlar, kalsium 0, yəni neytral haldan kalsium 2 müsbət iyonuna çevrilir. Elektron verir, 2 dənə elektron verir. İndi bu oksidaşma reduksiya mövzusunu keçdikdə elektron vermək, elektron almaq, bunların adları, proses və s. bunların hamısını öyrənəcəksiniz dərindən. İndi yadınızda saxlayın ki, kalsium neytral haldan 2 müsbət halına gəldi. Yəni 2 dənə elektron verdi ki, onun yükü 2 müsbət oldu.
A variantından başlayırıq. Elektronların sayı artır. Xeyr, elektronların sayı artır. Doğru deyil variantını istəyir. Cavab oldu A variantı. Elektronların sayı azalır. Doğrudur, azalır. Proton sayı dəyişmir. Proton sayı olduğu kimi qalır uşaqlar. Kalsium 0-dan müsbət 2-yə gələndə proton sayına biz dəymirik. Yalnız elektron sayına dəyirik. Neutronların sayı da dəyişmir. Sıra nömrəsi də elə proton sayına bərabərdir. O da avtomatik dəyişmir. 20-ci sual. Hansı halda iyonların elektronlarının sayı fərqlidir? Gəlin elektronların sayı müəyyən eləyək. Uşaqlar, sizə indi bir şey öyrədəcəm. Diqqətlə baxın. Tutaq ki, 20-ni yazıram da. Kalium müsbət 19. Uşaqlar, burada yazılan ədədlə, məsələn, burada yazılan ədədlə yuxarıdakı deməli, iyonun yükünün cəmi, baxın, bu ədədi verməlidir. Yəni, neçənin üzərinə 1 gəlsəm, müsbət 1-dir də bu. 19 eləyəcək, 18-in üzərinə. Deməli, kaliumun indeksində oldu 18. Sonra gəlin indi eynisini xlor üçün hesablayaq. Xlor -17. Deməli, neçədən 1 çıxsam 17 eləyər. Bu hissənin hesablayırsınız və bu hissəni tapırsınız. 18-dən 1 çıxanda 17 eləyir. 18. Elektronların sayı fərqlidir soruşur. Bu tərəfdə bərabərdir. 10 üzərinə gəlinsin 1, 11. 10 çıxılsın 1, 9. Yenə eynidir. 10 üzərinə gəlsin 2, 12. 10 üzərinə gəlsin 3, 13. C-də də eynidir. 18 üzərinə gəlinsin 2, 20. 18 çıxılsın 1, 17. D-də də eynidir. 18 üzərinə gəlsin 1, 19. 10 üzərinə gəlsin 2, 12. Cavab oldu Y variantı. Yəni, sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. Bu qədər sadə. Keçir 21-ci sualda. İyonları üçün hansı ifadələr doğrudur? İlk öncə gəlin elektronların sayı da yazaq indeksdə. 10 üzərinə gəlsin 1, 11. 10 çıxılsın 1, 9. Elektronların sayı eynidir. Cavab ilə A variantı eynidir. Bu qədər. Keçdi 22-ci suala. İyonlar üçün hansı ifadə doğrudur? Gəlin ilk öncə elektronların sayını yazaq. 18 üzərinə gəlsin 1, 19. 18 üzərinə gəlsin 2, 20. Dedim ki, sağ tərəfdəki deməli, ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. Yalnız proton sayı eynidir. Xeyr, həm proton, həm elektron sayı. Bir dəqiqə, neutronlarda gəlin hesablayaq. Bir də neutron lazım olur. Neutronların sayı da kalsium üçün 39 çıxılsın, kalium üçün, kalium müsbət iyonu üçün 39-dan 19 çıxdı 20. Kalsium 2 müsbət iyonu üçün isə 20. Kalsium 2 müsbət iyonu üçün isə 40-dan 20 çıxır. 20 neutron sayı da eynidir. İndi davam edirik. Protonların sayı müxtəlifdir. Protonların sayı eyni deyil, müxtəlifdir. Elektronların sayı eynidir, doğrudur. Yalnız neutron sayı eynidir. Baxın, yalnız sözü var burada. Yalnız elektron sayı deyil, həm elektron, həm neutron sayı eynidir. Elektron və proton xeyr, proton fərqlidir. Elektron və neutron sayı eynidir. Cavab oldu Y variantı. 23. Hansı ifadələr atom anlayışına aiddir? Atom maddənin kimyəvi yolla bölünməyən ən kiçik hissəciyidir. Doğruda atomun tərifi budur. Uşaqlar, atom əslində bölünür, lakin kimyəvi yolla bölünmür. Yəni, əslində İlk əvvəllər atomun bölünməyən hissəcik olduğunu irəli sürürdü alimlər. Daha sonra müəyyən olundu ki, atom bölünür, amma tərifi hələ də kimyəvi yolla bölünməyən ən kiçik hissəcikdir. Atom maddənin tərkibini və xassələrini özündə saxlayan ən kiçik hissəcikdir. Uşaqlar, baxın, bu molekul anlayışıdır. Atom kimyəvi elementin tərkibini və xassələrini özündə saxlayır. Biz nə demişdik? Gəlin bunu yadda saxlamaq üçün, çünki uşaqların çox çaşdığı hissədir. Yadda saxlamaq üçün sizə bir fikir öyrədim deyə. Baxın, atom molekul daha böyükdür, yoxsa atom? Bilirik ki, atomlar birləşərək molekul əmələ gətirir. Baxın, bunların hər biri tutaq ki, atomdur, birləşirlər və bu ümumilikdə molekul adlanır. Molekul. Deməli, molekul maddənin, baxın, atomlar birləşib müəyyən bir maddə əmələ gətirir və bu molekuldur. Maddənin, baxın, bu molekullar da birləşirlər, maddə əmələ gətirirlər, düz deyil. Deməli, molekul maddənin tərkibini və xassələrini özündə saxlayır. Atom isə, baxın, kimyəvi elementlər birləşirlər. Baxın, kimyəvi elementin tərkibini və xassələrini özündə saxlayan ən kiçik hissəcikdir. Molekul daha böyük anlayış olduğu üçün maddənin kimyəvi tərkibini və xassələrini özündə saxlayır. Atom molekuldan kiçik anlayış olduğu üçün kimyəvi elementin tərkibini və xassələrini özündə saxlayır. Ona görə 2 molekula aiddir. Müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarət elektron ehtiyat hissəcikdir. Doğrudur. 1, 3. Cavab oldu D variantı. 24-cü sual. Hansı ifadələr molekul anlayışına aiddir? Molekul maddənin kimyəvi yolla bölünməyən ən kiçik hissəciyidir. Xeyr, uşaqlar, atomun tərifidir. Maddənin tərkibini və xassələrini özündə saxlayan ən kiçik hissəcikdir. Doğrudur. Atomda nə idi? Kimyəvi element.
Molekul müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan ibarət elektron neytral hissəcikdir. Xeyr, bu atomun tərifidir. Yalnız 2 cavab oldu C variantı. 25-ci sual bizə X0, yəni neytral X atomu, XA və XC hissəciklərinin radiuslarının artma sırasını müəyyən etməyimizi istəyir. Gəlin indi hansı hissəciyin müsbət, hansı hissəciyin mənfi yüklü olduğunu müəyyən edək. Uşaqlar, daha doğrusu A, C-nin ədədi qiymətini müəyyən edək. Bizə deyir ki, neytral halda elektron sayı proton sayına bərabərdir. Yəni 25 biz sol tərəfdə yazaq. Tutaq ki, X A, X0, XC. Neytral halda baxın, proton sayı da B-dir, elektron sayı da B-dir. Yəni B proton sayıdır, B elektron sayıdır. Deməli, sonra gəlirik A üçün, X üstü A üçün. Elektron sayı B-2-dir. Proton sayı nə qədərdir? B-dir. Uşaqlar, mən nə demişdim? Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. Deməli, A bərabərdir, -2, üstə müsbət 2. B-2'nin üzərinə 2 gəldikdə 2'lər ixtisar gedir. Sol tərəfə keçir B. İndi gəlin C üçün hesablayaq. B üzərinə gəlinsin 2 elektron sayı, B də proton sayı. İndi dedim ki, bu 2 ədədin cəmi bu ədədi verməlidir. Onda C bərabərdir, -2. -2 ilə müsbət 2 gedir. Cavab oldu B. İndi yükləri müəyyən elədi. X deməli A oldu. Dəqiqə. Müsbət 2. 2 müsbət. Neytral atom. Anion, mənfi yüklü ion. İndi baxın, atomun radiusu hissəsini sizə izah edeyim. Atomun radiusu böyük və yaxud da kiçik olduğunu biz hardan bilirik? Tutaq ki, bir atomumuz var. Atomun mərkəzində müsbət yüklü hissəciklər, bir də neytral, yəni yüksüz olan neйтronlar var. Atomun ətrafında elektronlar hərəkət edir. Birinci energetik təbəqədə 2 elektronumuz var. İkinci energetik təbəqədə artıq daha çox, yəni 8 elektronumuz olur. Gəlin yazaq. Uşaqlar, baxın, birinci 2 müsbətdir, düz deyil. Yəni, müsbətdir. Elektronların sayı digərlərinə nisbətən daha azdır. Elektron verib ki, bu müsbət yüklü iona çevrilib. Daha sonra gəlir neytral atom, son olaraq da mənfi yüklü ion. Yəni, bunda elektronların sayı bu ikisinə nisbətən daha çoxdur. Elektronların sayı artdıkca atomun radiusu da artır. Niyə? Çünki, baxın, elektron təbəqələri elektronlar əmələ gətirir. Düz deyil. Elektronun sayı çox olsa, onda energetik təbəqələrin sayı da çox olar. Nüvə ilə, baxın, elektron arasındakı məsafə artar. Yəni, atomun radiusu getdikcə artmağa başlayır. Amma elektronların sayı az olsa, tutaq ki, 5 dənə elektronu olan, deməli, atom üçün mən bunu çəkərəm. 20 dənə elektronu olan atom üçün artıq daha böyük bir atom çəkərəm də. Elektronların sayı artdıkca energetik təbəqələrin sayı artır ki, gələn dərsdə energetik təbəqənin olduğunu öyrənəcəksiniz. Energetik təbəqələrin sayı artdıkca avtomatik olaraq atomun radiusu da artmağa başlayır. Bu qədər. Ona görə mənfi yüklü ionun radiusu müsbət və neytral yüklü ionun radiusundan daha böyükdür. Onda mənfi yüklü ion C-dir. X üstü C ən böyükdür. X üstü C sonda 0 A. Cavab da oldu C variantı. Keçdi 26-cı sual. İnşallah tam aydın şəkildə izah edə bildim uşaqlar. Müsbət yüklü ionda proton, neytron və elektronların sayı arasında müsbət yüklü ionda. Müsbət yüklü ionda uşaqlar avtomatik olaraq siz burada bilməlisiniz ki, protonların sayı elektronların sayından daha böyükdür. Neytronların sayını bilmək müsbət yüklü ionda müəyyən deyil. Yəni müəyyən edə bilməzsiniz neytron sayı nə qədərdir. Amma müsbət yüklü ion deyirsə proton sayı elektron sayından daha çoxdur ki, cavab da oldu avtomatik Y variantı. Keçirik neytral atomda. Baxın, neytral atomda proton, neytron və elektronların sayını müəyyən edin. Uşaqlar, neytron sayını dedim, müəyyən eləmək olmaz. Neytron sayı nisbi atom kütləsindən proton çıxdıqda müəyyən olunur. Amma elektron və proton sayının arasındakı asılılığı müəyyən eləyə bilərik. Neytral atomdursa protonun sayı elektronun sayına bərabərdir. Cavab oldu B. 28-ci sual. Bizə hansı deməli sırada elektronların sayı protonların sayından asılı qrafikini göstərin. Protonların sayı baxın getdikcə artır. Birinin sıra nömrəsi 16, proton 16, protonu 17, protonu 20. İndi gəlin elektronların sayını müəyyən eləyək. Demişdim ki, sağ tərəfdəki ədədlərin cəmi sol tərəfi verir. 18-dən 2-ni çıxanda görürsüz 16 verir. 18-dən 1 çıxdıqda 17 verir. 18-in üzərinə 2 gəldikdə isə 20 verir. Deməli, elektronların sayı hər birinə bərabər oldu. Sıra nömrəsi, yəni protonun sayı artdıqca elektronun sayı dəyişmədi, sabit qaldı. Onda proton sayı artır, baxın bu istiqamətə, amma elektronun sayı sabit qalır. Qrafik oldu B variantı. Keçirik 29-cu sual. Uşaqlar, qrafik sualları sizi qorxutmasın, çox sadə suallar olur.
29-cu sual. Kalsiumun 2 müsbət iyonu var idi. Yəni protonların sayı çox idi. Daha sonra neytral iyona çevrildi. Deməli kalsium aldı 2 dənə elektron. 2 dənə elektron aldı ki, öz 2 müsbəti ilə o birləşdi, neytral kalsium atomuna çevrildi. Flor 0 üzərinə mənfi olduğuna görə üzərinə gəlinsin 1 elektron, yəni 1 elektron aldı ki, mənfi yüklü iyona çevrildi. Natriumda 1 elektron verdi ki, müsbət yüklü iyona çevrildi. Sxemlərdə radiuslar necə dəyişir? Uşaqlar, elektron alanda radius artır, elektron verəndə radius azalır. 1-2-də radius artacaq onda avtomatik olaraq, 3-də isə azalacaq. Cavab oldu C variantı. 30-cu sual. Hissəcikləri verib, proton, elektron sayını verib. Uşaqlar, gəlin indi daha doğrusu protonu verməyib, elektronu istəyir. Elektronu verib, protonu istəyir. Elektronların sayını verib bizə 10. Mən nə demişdim? Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. Onun üzərinə gəlinsin 1, 11. Davam edirik. Proton sayı neytral atomdur. Proton sayı elektron sayına bərabərdir. B olacaq 12, A oldu 11. 11, 12 olan variantları götürürük. Bu variant avtomatik səhvdir. Davam edirik. Z mənfi yüklü hissəcikdir. Elektronların sayı verib bizə 10. 10-dan 1 çıxdıqda 9. Deməli, protonların sayı da olur 9. Cavab oldu B variantı. Keçirik 31-ci sual. Hissəciklərin radiuslarının artma sırasını müəyyən elədim. Mən dedim ki, elektron sayı çox olanda radius daha böyük olur. Onda ən böyük radius olacaq x üstü n mənfidə. Onda cavab da olacaq, deməli, radiusları müəyyən. Ən kiçik olur müsbətdə. Müsbət 0, n. Cavab oldu Y. 32-ci sual. Alta müzəki olsun 10 üstü 23 sayda elektronu olan kalsium neçə qram olar? Yəni 32-ci sualı bir yazaq uşaqlar. Normalda kalsiumun nisbi atom kütləsi nə qədərdir? 40 qram. Protonların sayını da verib bizə 20. Atom olduğu üçün elektronların sayı da olur 20. 20 Na olacaq. İndi aşağıda yazacağım. 40 qram kalsium. 40 qram kalsiumda elektronların sayı nə qədərdir? 20 Na sayda elektronumuz var. Burada netləşdik. Bizə deyir ki, elektronların sayı alta müzəki olsun 10 üstü 23 elə Na-ya bərabərdir. Na sayda elektron neçə qram kalsiumda var? Bilmirik, x qram kalsiumda var. X-larlarımızı aparırıq. X-lar getdi 2 dəfə. X də bərabərdir 2. Deməli, 2 qram kalsiumda alta müzəki olsun 10 üstü 23 sayda elektron var. 33-cü sual. Bizə iyonunda neçə elektron, neçə proton və neçə neytron olduğunu istəyir. Dedim, sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. 24-ün üzərinə 2 gəldikdə 26 eləyir. Proton sayı oldu 26. Proton sayılarını bir 26 olanları seçək. Elektron sayı oldu 24. Bu variant avtomatik yanlışdır. Elektron sayı oldu 24. Cavab oldu B variantı. Neytron sayı da 56 çıxılsın 26, 30. 34-cü sual. X neytral atomdur. 2 dənə elektron verdi uşaqlar. 2 dənə elektron verirsə, X 2 müsbət iyonuna çevrilir. Elektron alsaydı mənfi olardı. Deməli, atomun radiusu azaldı. Atomun radiusu azalacaq. Niyə azalacaq? Çünki elektronlarını verib, elektronların sayı azalırsa radiusu avtomatik azalır. Proton sayı. Uşaqlar, protonlarının sayı dəyişməyəcək. Biz deməli iyonun yükünü müəyyən eləyəndə burada elektronları verib alırıq. Protonlar nüvənin mərkəzindədir. Onların sayı dəyişmir. Olduğu kimi qalır. Ona görə dəyişmir olan variantı götürürük. Cavab da oldu A variantı. Yəni elektronların sayı necə dəyişir? Elektronların sayı da verdiyimizə görə azalacaq. 35-ci sual. Bizə iyonlar verib, deyir iyonları üçün nə doğrudur? Elektronlarının sayı bərabərdir. Uşaqlar, dedik, sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. Onda elektronun sayı olacaq A üzərinə gəlinsin 2. Gəlin 35-i bu tərəfdə yazaq. Çünki orada kiçikdir, görməyəcəyiz. B-ni verib, A-nı verib, 2 mənfi iyonu verib. Digəri üçün də B verib, yenə A verib, 2 müsbət iyonu verib. Dedik ki, sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. Onda A üzərinə gəlinsin, 2 dənə elektronu var. A çıxılsın 2 sayda elektronu var. Cəm olur A. Hər iki tərəfdə cəm A oldu. Elektronların sayı bərabərdir. Xeyr, bərabər deyil. 1 yanlışdır. Deməli, iyonunun radiusu, 2 mənfi iyonunun radiusu 2 müsbət iyonunun radiusundan böyükdür. Doğrudur, radiusundan böyükdür. Çünki mənfi yüklü iyondur. AR-lərlə protonların sayı da bərabərdir. Elektronların sayı daha çox olduğu üçün 2 variantı doğrudur. Elektronların sayı fərqi 4-ə bərabərdir. Gəlin baxaq. A üzərinə gəlinsin 2, çıxılsın, A çıxılsın 2. A üzərinə gəlinsin 2, çıxılsın, A üzərinə gəlsin 2. Say fərqi oldu 4. Birində 2 dənə elektron var. Birində 2 dənə elektron yoxdur. Avtomatik say fərqi oldu 4. 2, 3. Cavab da oldu A variantı. Keçirik 36-cı suala. Sxemində nə dəyişər? X-3 iyonu idi
Baxın, elektron verəcək, 6 dənə elektron verəcək, X müsbət 3 ionuna çevriləcək. Gördünüz, mənfi 3-dən müsbət 3 çıxdıqda uşaqlar elektron sayını tapmaq üçün də 6 eləyir, düz deyil. 6 dənə elektron verməlidir ki, müsbət 3 ionuna çevrilsin. Elektronların nə dəyişir? Elektron sayı dəyişir, proton sayı dəyişmir uşaqlar. Nüvənin mərkəzindədir. Protonu vermək və yaxud almaq söhbəti yoxdur. Neytron sayı da dəyişməyəcək, nisbi atom kütləsi avtomatik olaraq sabit qalacaq. Ahər də dəyişmir. Ona görə də yalnız bir cavab oldu. Yalnız bir Y variantı. Keçirik 37-ci suala. Eyni tipdə sualdır. 2 dənə elektron verib, 2 dənə elektron verib ki, neytral atoma çevrilib. Mənfi 2 ionu idi. Göz 2 dənə elektronu verdi. 2 dənə artıq elektronu vardı. Müsbət üzrəmə neytral X0, yəni atomuna çevrilir. Radius azalacaq çünki elektron verib. Proton sayı dəyişmir, neytron sayı dəyişmir, nisbi atom kütləsi dəyişmir. Yalnız bir cavab C variantı. 38-ci sual. X atomunun nüvəsində neçə proton var? Protonun sayını müəyyən eləmək üçün ilk öncə elektronların sayını müəyyən eləməliyik. X atom, baxın bundan danışır. X atomu 4 dənə elektron verir. Neçə dənə elektronu qalır? Gəlin hesablayaq. Dedik ki, nüvəni proton sayını əlbəttə 1-ə götürənməli uşaqlar. Bunu şərti olaraq verib. Əgər burada proton sayını tam versəydi, toplayıb cavabı tapardıq da. İndi gəlin elektronların sayını müəyyən edək. Biz nə demişdik? Atom müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarət. Deməli, elektronlar baxın bunlardır. Gəlin indi elektronların sayını hesablayaq. 2, 4, 6, 8, 10, 12. Deməli, bizim 12 dənə elektronumuz var. 12 dənə elektronumuz, baxın, bu iyonda var. Bu 4 dənə elektron verib, baxın, X atomu. Üzərinə gəlinsin 4 dənə elektron bərabərdir 16. Deməli, X atomunda özü 16 dənə elektron olub, onun 4 dənəsini verib ki, X4 müsbət iyonuna, yəni 12 elektronu olan bir iyona çevrilib. Cavab da oldu D variantı. Keçirik 39-cu suala. Bu tip suallar sizi qətiyyən qorxutmasın. Ən sadə suallardır. Sadəcə, yəni yazı baxımından, ölçü baxımından daha böyükdür. Tibbi avadanlıqların bir çoxu atomların quruluşu və xüsusiyyətlərindən istifadə edərək işləyir. Məsələn, rentgen cihazı atomların elektronlarını yüksək enerjili şüalar vasitəsilə çıxarır. Bu proses həm bədən daxilindəki strukturların görüntülənməsini təmin edir, həm də xəstəliklərin diaqnozunu qoymaq üçün şüaların insan bədənindən keçərək orada olan müxtəlif toxumaların və ya kütlənin fərqli şəkildə təsvir olunmasına imkan verir. İnsan bədənində olan X atomunun nüvəsində 39-u gəlindi. Baxın, məsələyə keçdik. X atomunun nüvəsində 20 proton, 20 neytron, rentgen şüaları insan bədənində uşaqların nisbi atom kütləsi avtomatik olacaq 40, proton və neytron sayı. X atomunun nüvəsindən 2 elektronu çıxartdıqda əmələ gələn iyonu müəyyən eləyin. Uşaqlar, 2 dənə elektron çıxartdıqda X atomunda 20 dənə proton varsa, avtomatik olaraq 20 dənə də elektron olur. Düz deyil. 20 dənə elektrondan 2 dənəsini çıxartdıq. 18 dənə elektronumuz qalacaq. Düz deyil. Yük neçə olacaq? 2 müsbət. Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədə bərabər olmalıdır. Aldığımız iyon, baxın, budur. Deməli, cavab da oldu A variantı. Bu qədər sadə uşaqlar. Keçirik indi 40-cı suala. Eyni tipdə sualdır. Tibbi avadanlıqların bir çoxu atomların quruluş və xüsusiyyətlərindən istifadə edərək işləyir. Eyni sualdır. Gəlin, baxaq nədir? Məsələyə keçirik artıq. 40-cı sual. X-in atomunun nüvəsində 11 dənə proton, 12 dənə neytron, nisbi atom kütləsi neçə olacaq? 23 olacaq. Atomdan danışdıq üçün proton sayı elektron sayına bərabərdir. Uşaqlar, 11 dənə protonumuz var, deyir, 1 dənə elektron verir. 1 elektron verirsə, 11 dənə elektronumuz vardır. 10 dənə elektron qalır. Üzərinə gəlinsə müsbət 1. Deməli, sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. X müsbət 1 ionudur. Deməli, bizdən baxın, 12 yazan mənəm. Neytronların sayı, deməli, hesabladığımızda ayerlə protonun arasında yazılır. Yəni, bu 12 doğru deyil. 23, 11 müsbət, cavab da oldu D variantı. 41-ci sual, eyni tipdə sualdır. Gəlin, aşağıya baxaq bizə nə istəyir. Yarım keçirici istehsalında bir gündə 1400 qram silisyum istifadə edir. Yarım keçirici istehsal edən zavod bir gündə 1400 qram. 1400 qram silisyum istifadə edir. Həmin zavodda bir gündə neçə mol silisyum atomu istifadə etdiyini hesablayın. Neçə mol silisyum atomu istifadə edir? Uşaqlar, bir gün içində 1 mol
silisyum atomu molla deyirsə atomun sayını uşaqlar. Biz burada Na-nı tapmamıza ehtiyac yoxdur. Molla soruşur. 1 mol silisyum atomunun kütləsi nə qədərdir? 28 qram. Bizə deyir ki, 1400 qram silisyum atomu istifadə edilir. Neçə mol olar? X mol olar. İndi gəlin X-i hesablayaq. 28-i ixtisar getdi 2 dəfə. X də bərabərdir 50 mol. Deməli, 50 mol silisyum atomu 1400 qramdır. Cavab da oldu D variantı. 42-ci sual eyni tipdə sualdır. Gəlin indi axırını oxuyaq. Rentgen cihazında istifadə olunan bir elektron atomdan baxın. Atomdan 4 vurulsun 10 üstü -19 vahidə diqqət joule enerji alarsa, bir elektron atomdan bu qədər enerji alır. 1 mol elektron istifadə etdikdə alınan enerjini hesablayın. Uşaqlar, bir elektron bu qədər alırsa, 1 mol elektron deməli sayı nə qədərdir? 1 elektron yazdıq bura. 1 mol elektron da Na saydadır. Na nə qədərdir? 6/2 vurulsun 10 üstü 23. Deməli, 1 elektron atomdan 4 vurulsun 10 üstü -19 joule. Diqqət edin. Cavabı nə ilə istəyir? Kilojoule. 1 kilojoule bərabərdir 10 üstü 3 joule. Baxın, vahidlərə diqqət edin, yoxsa düzgün cavabı tapmamız çox-çox çətinləşəcək. İndi deyir ki, 1 mol elektron, yəni Na sayda, altdan %2 olsun 10 üstü 23 sayda elektron istifadə edildikdə alınan enerjini bilmirik. X gəlin indi tənasübü həll eləyək. X bərabərdir 4'ü vuruq altdan %2'ye 24/8 vurulsun 10 üstü 4. Uşaqlar, cavabı joule-la tapdıq. Kilojoule-a çevirdikdə 10 üstü 3 çıxırıq içindən. 24/8 vurulsun 10 üstü 3 çıxdıq kilojoule-a çevirmək üçün. Uşaqlar, 1 kilojoule 10 üstü 3 joule isə 1 joule da 10 üstü -3 kilojoule-dur. -3'ə vuranda bir dənə 10 qalır. Cavab da oldu 240/8. Yəni Y variantı. Keçirik 43-cü suala. Eyni tipdə sualdır uşaqlar. Gəlin indi 43-cü sualı yazaq. 43. Aşağılardan oxumağa davam edirəm, çünki yuxarı hissəsi sadəcə nəzəri bilikdir. Bir nüvə reaktorunda 1 nüvə reaktorunda uşaqlar 1 mol uran 235 nüvəsinin neutronlarla parçalanması nəticəsində, yəni 1 mol bu uran nüvəsinin parçalanması nəticəsində 2/5 vurulsun 10 üstü 6. 2/5 vurulsun 10 üstü 6 joule enerji ayrılır. Cavabı yenə kilojoule-la istəyir, diqqətli olaq. Bu reaktor hər gün orta hesabla 5 mol urandan istifadə edərsə, gündəlik olaraq neçə kilojoule enerji ayrılır? Yəni gündə neçə mol ayrılırdı? 5 mol. Uran nüvəsinin neçə mol enerji ayıracaq? Neçə joule enerji ayıracaq? Bilmirik. X joule enerji ayıracaq. İndi məsələni bir dəfə də oxuyuram, diqqətlə baxın. 1 mol uran 235-in nüvəsində neutronların parçalanması nəticəsində bu qədər enerji ayrılır. Bu reaktor hər gün 5 mol urandan istifadə edir. Gündəlik olaraq neçə kilojoule enerji ayırır? Yəni hər gün 5 mol urandan istifadə edir. Bir gündə də 5 mol istifadə edəcək. Tənasübü həll edir. X də bərabərdir. Cavabı bu arada kilojoule-la istəyir uşaqlar. Burada diqqət edin. 5'i 2/5'ə vuranda 12/5 vurulsun 10 üstü 6 joule. İndi 10 üstü 3 çıxırıq. 12/5 vurulsun 10 üstü 3 kilojoule. İndi 12/5 baxın 3 dənə 0 gətirirəm. 125 0 kilojoule enerji ayıracaq. Cavab da oldu B variantı. 44-cü sual eyni tipdə sualdır. Gəlin aşağı hissəsini oxuyaq. Hər itirilən elektronun enerjisi 44. Hər itirilən elektronun enerjisi, yəni bir elektron itirildikdə enerji olur 1/6 vurulsun 10 üstü -19 vahidə diqqət joule. Deyir 2 mol lityumda uşaqlar neçə dənə elektron var? 2 Na sayda elektron var. Bura diqqət, molla deyir artıq bizə. Bayaq hər itirilən elektrondan, yəni 1 elektrondan danışırdı, amma indi isə molla danışır. Yəni Na'dan istifadə edilir. Deməli lityumdan cəmi neçə kilojoule enerji ayrılır bilmirik. X kilojoule. Vahidə diqqət.
İndi gəlin hesablayaq. NA nə qədərdir? Alt tam %2 vurulsun 10 üstü 23'dür. X avtomatik olaraq bərabərdir. 1,6 vurulsun alt tam %2 vurulsun 10 üstü 23 10 üstü mənfi 19 ixtisar gedir. Baxın, joule 10 üstü 1 kilojoule 10 üstü 3 joule'dur. Gəlin onu joule'a çevirib hesablayaq. 10 üstü 3 də buradan ixtisar getdi. 10 üstü 23'dən 10 üstü 20 qaldı. 19 ilə gedir. Vurulsun 10. Cavab da bərabərdir. 192 tam %64. Yəni A variantı. Keçirik 45-ci suala. Bizə nisbi atom kütlələrini verib, 4 dənə də deməli atom verib və deyir ki, hansılar izotopdur. Neytronların sayına nisbi atom kütləsini verib. İndi gəlin T'də olan protonların sayı müəyyən eləyək. Nisbi atom kütləsindən neytron sayını çıxacağam. 17 dənə protonu var. İndi gəlin Z üçün müəyyən eləyək. 35 çıxılsın 18, 17. Daha sonra X ilə Y üçün müəyyən eləyək. 18-dən 10 çıxdıqda 8, 16-dan 8 çıxdıqda 8. Deməli Z və T izotopdur. X və Y də ayrı bir izotopdur. İzotop nə idi? Protonların sayı eyni olan atom növü. Cavab da avtomatik olaraq bərabərdir. B variantı. 46-cı sual deyir, çevrildikdə radius artarsa, onda M olacaq mənfi, N də olacaq müsbət. Təqribi hesablayıram şərti olaraq uşaqlar. Radius artırsa, deməli elektronların sayı artır. X üstü N iyonu, X üstü M iyonuna çevirdi, radius artır, yəni mənfi elektron sayı artır. Gəlin indi müəyyən eləyək. N böyükdür M-dən, doğrudur. N müsbət, M mənfidir, doğrudur. M N-dən böyükdür, yanlışdır. X üstü N iyonu mənfi yüklüdürsə, X üstü M iyonu müsbət yüklüdür. Xeyr uşaqlar, tam əksidir. Ona görə də cavab yalnız 1, yəni A variantı. 47-ci sual. Atomları və ya iyonları bizə verib. Elektron sayı, proton sayı. Deyir, M böyükdür N-dən. M böyükdür N. Gəlin üzərində işarələrimizi yazaq. Deməli, X-də elektron sayı proton sayından daha çox olduğu üçün X olacaq anion. Y-də proton sayı elektron sayından çox olduğu üçün Y olacaq kation. Deməli, X neytral atomdur, yanlışdır. Y kationdur, doğrudur. X aniondur, doğrudur. 2, 3 cavab oldu A variantı. Keçirik 48-ci suala. Neytral halda elektronların sayı 3-cü dövrün. Neytral halda elektron sayı 3-cü dövrün təsirsiz qazın elektron sayından 6 vahid çox olan element üçün hansı ifadə doğru deyil? 48. 3-cü dövrdürsə uşaqlar, qısa elektron formulu bu şəkildə yazacaq. 3s2 3p6. 3-cü dövrün təsirsiz qazının elektron sayından. 3-cü dövrün təsirsiz qazı baxın budur. Təsirsiz qazlar 8-ci qrupun, indi gələn mövzumuzda artıq elektron konfigurasiyalarını və s. öyrənəcəyik. 8-ci qrupun əsas yarım qrup elementidir təsirsiz qazlar. 8-ci qrupda yerləşirsə qısa elektron formulunda orbitalların üzərindəki rəqəmlərin cəmi 8 eləməlidir. Əsas yarım qrupu A-dan bilirik. SP elementləri ilə bitirsə, həmin element əsas yarım qrup elementidir. Dövrdə SP-nin qarşısında olan ədədlərdir. Yəni, elektron təbəqələrinin sayı dövr. 3-cü dövrün 8-ci yarım qrupuna, yəni təsirsiz qazın elektronların sayından 6 vahid çox olan element üçün hansı ifadə doğru deyil? 6 vahid çoxdursa elektronların sayı, bu normalda bu təsirsiz qazın elektronunun sayı nə qədərdir? Gəlin, ümumi elektron formulunu yazaq. 1s2, 2s2, 2p6, 3s2, 3p6. Elektron sayı neçə elədi? 18 elektron elədi. 18 elektrondan 6 vahid çox. 18 üzərinə gəlinsin 6 bərabərdir 24 elektron. Deməli, 24 elektron olan elementin üçün nə doğru deyil? Gəlin, indi həmin baxın, sırada maks ən böyük oxşaşma dərəcəsi müsbət 6-dır. İndi biz bunun oxşaşma dərəcəsini müəyyən eləmək üçün gəlin bu 24-ün elektron konfigurasiyasının qısa elektron formulunu yazaq. İndi ilk dəfə öyrənirik deyə gəlin tam elektron formulunu yazaq. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d2, 3d4, 24. Uşaqlar,
Diyeceğiz ki niye birinci təbəqədə oldu, ikinci təbəqədə oldu, üçüncü təbəqədə olmadan birbaşa 4'e geçtik, sonra yine 3'ü doldurduq. Bu enerji ilə əlaqəlidir. 4S'in enerjisi 3D'nin enerjisindən daha kiçik olduğu üçün ilk öncə 4S elektron təbəqəsi dolur, daha sonra 3D təbəqəsi dolur. İndi ən böyük oksidaşma dərəcəsi müsbət 6'dır. Elementlərin ən böyük və ən kiçik oksidaşma dərəcəsini müəyyən eləmək üçün ən böyük oksidaşma dərəcəsi biz nə demişdik? Qrupun nömrəsinə bərabər olur. 2 və 4. Neçənci qrupda yerləşir? Yəni bu elementin bir mövqeyini müəyyən eləyək. Qarşısında ən böyük olan 4'dür. Düz deyil. Baxın 3 sonradan dolur, amma 4 artıq dolub. Deməli bu element 4-cü dövrdə yerləşir. 4-cü dövr neçənci qrupda yerləşir? SD'nin üzərindəki cəmi hesablayın. 6 B yarım qrupunda yerləşir. Altı B yarım qrupunda yerləşir. B yarım qrupu. Gördüyünüz uşaqlar elementin mövqeyini müəyyən etdik. İndi maksimum oksidaşma dərəcəsi deyir. İndi gələn dərsimizdə siz bunu daha aydın öyrənəcəksiniz. Baxın, gəlin də orbitalların quruluşunu çəkim. 4S, 2 dənə elektron burada var. 4S2, 3D4, 1, 2, 3, dənə də çəkək. 4 dənə də elektron baxın burada var. Tutaq ki biz bu atomu həyəcanlandırdıq. Onda S öz elektronlarından birini verəcək D'yə. Avtomatik olarak alınacaq. S'de 1 elektron, D'de ise beş elektron. Ümumi oksidaşma dərəcəsi necə müəyyən olunur? Oksidaşma dərəcəsi tek elektronların sayı ilə müəyyən olunur. Tek elektronların sayına 3 dənə oldu 6. Onda ən böyük oksidaşma müsbət 6 oksidaşma dərəcəsi göstərir. Ən böyüyü də özdə müsbət 6'dır uşaqlar. Bir də neçə oksidaşma dərəcəsi göstərə bilər? Müsbət 4. Baxın, tək elektronların sayı 4 dənədir. Bir doğrudur. İnşallah qarışıq görünə bilər, amma yəni gələcək dərslərimiz keçəndə çox sadə görünəcək artıq gözünüzə. Davam edirik. 4-cü dövr elementidir. Baxın, aşağıda müəyyən elədik. Doğrudur 4-cü dövr. Metaldır. Bütün əlavə yarım qrup elementləri metallardır. Doğrudur. S elementidir. Xeyr uşaqlar, D elementidir. Çünki ən son elektron dolan təbəqə D'dir. Ona görə D variantı da doğru deyil istəyir. Cavab elə D'dir. Baxın, doğru deyil. Ən kiçik oksidaşma dərəcəsi 0'dır. Metalların ən kiçik oksidaşma dərəcəsi 0'dır uşaqlar. Heç hesablamamıza ehtiyac yoxdur. 49-cu sual. İyonları verib elektronların sayını biz istəyir. Elektronların sayı da deyir hər birində bərabərdir. Uşaqlar, elektronların sayı bərabərsə, onda gəlin A-nı müəyyən eləyək. A bərabərdir sağ tərəfdəki ədədlərin cəmi. N çıxılsın 2. B bərabərdir N üzərinə gəlinsin 2. N üzərinə gəlinsin 1. Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədə bərabər olmalıdır. İndi bizdən nə istəyir? Protonların sayı arasında hansı münasibət var? Ən çox proton sayı olacaq B-də, daha sonra C-də, sonra da A-da. D variantı. 50-ci sual. Elektronların sayını bizə verib 50. Gəlin yazaq. N iyonu hissəciyin yükü. Elektronların sayı verib bizə A üzərinə gəlsin 1. Protonların sayını da verib bizə A. Mən nə demişdim? Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. Onda A bərabərdir. N üzərinə gəlinsin, A üzərinə gəlinsin 1. A'lar ixtisar gedir. N də bərabərdir. -1. Cavab da oldu. D variantı. Bu qədər sadə. 51-ci sual. Hissəcikləri bizə verib elektron sayılarını da verib, neytron sayılarını da verib. Gəlin də elektron sayılarını yazaq. 10 dənə elektronu var. Böyüdək bunu daha aydın görək. 10 dənə elektronu var. Avtomatik olaraq proton sayı neçə olacaq? 10 üzərinə gəlsin 1, 11. Neytron sayını bizə verib 12. 11 üzərinə gəlsin 12. Ayrı da olacaq 23. Nisbi atom kütləsini müəyyən elədik. Gəlin bir indi müəyyən eləyək. Elektronların sayını bizə verib 15. Uşaqlar, elektron sayı 15 isə neytral atomsa proton sayı da olacaq 15. Neytron sayını da bizə verib 16. 15 üzərinə gəlsin 16. 31 də bunun sıra nömrəsidir. Daha sonra elektronların sayını verib bizə 10, 10 üzərinə gəlsin 3, 13, proton sayını müəyyən elədi. Neytron sayını da verib 14, 13 o da 14, 27. Lityum üçün hesablayaq. Elektron sayını verib bizə 10, sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. Ondan bir çıxırıq 9, 9 üzərinə gəlsin 10, 19. İndi gəlin bir variantları müəyyən eləyək. 23, 31, 27, 19 cavab oldu B variantı. 52-ci sual eyni tipdə sualdır, eyni şəkildə də həll olunur. Elektronun sayını verib 18, sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədə bərabər olmalıdır. 18 üzərinə gəlsin 2, 20 də proton sayıdır. 20, 20 nisbi atom kütləsi oldu 40.
Şimdi davam edirik. Elektron sayını bize verib 23. 23 üzerine gəlsin 3. 26 da proton sayıdır. Proton sayı, neytron sayı, elektron sayını verir. 26 o da nisbi atom kütləsini verir. 26 o da 30, 56. Davam edirik. Aşağıda Z'in sıra daha doğrusu hissəciyin yükü 0'dır, yüksüzdür. 35 dənə elektronu varsa elə 35 dənə də protonu var deməkdir. 35 dənə proton üzərinə gəlsin 45, elədir 80. Daha sonra 2 müsbət iyonu, L2 müsbət iyonu 27 dənə elektronu varsa 27 üzərinə gəlsin 2, 29 dənə də protonu var. 29 üzərinə gəlsin 35, 64. Nisbi atom kütləsini müəyyən etdik 64. İndi gəlin cavabı müəyyən eləyək. 40, 56, 80, 64 cavab oldu B variantı. 53-cü sual. Elementləri bizə verib, neytron sayı, nisbi atom kütləsini verib. Avtomatik gəlin protonların sayını müəyyən eləyək. Proton sayı olacaq, proton 25, proton sayı olacaq 35, proton sayı olacaq 35, 34. T'nin sıra nömrəsi 36-dır, xeyr, sıra nömrəsi 34-dür. Z, T eyni elementin izotoplardır. Z və T. Şöyle izotop deyirlər, izotopda proton sayı bərabər olur, bunlarda proton sayı müxtəlifdir. X və Y eyni elementin allotropik şəkilləşmələrdir. Baxın, C variantında protonların sayı müxtəlifdir. Allotropik şəkilləşmələrdə proton elektron sayı eyni olur. Y və Z eyni elementin izotoplarıdır. Y və Z doğrudur, eyni elementin izotoplarıdır. Uşaqlar, baxın, bir dənə cümlə deyəcəm, diqqətlə yadınıza saxlayın. Niyə eyni elementin izotoplarıdır? Kimyada elementi müəyyən edən yeganə dəyişməz kəmiyyət vardır ki, o da protondur uşaqlar. Protonların sayıdır. Yəni protonların sayı eynidirsə, deməli bu element eyni elementdir. Eyni elementin izotoplarıdır. Gördünüz uşaqlar? Proton sayı dəyişməz bir kəmiyyətdir. X və T'nin elektron sayı bərabərdir. Xeyr, uşaqlar, elektron sayı bərabər deyil. Bizə elementdən danışırsa proton sayı ilə elektron sayına bərabərdir. Biz burada həm də elektron sayını müəyyən eləmiş olduq. Cavab da oldu D. 54-cü sual eyni tipdə sualdır. Yəni elementləri bizə verib, bu səfər doğru deyil olan variantı istəyir. Gəlin proton və elektron sayını bir-birinə bərabər edək. Element deyə proton elektron sayı bir-birinə onsuz da bərabərdir. İndi onları gəlin müəyyən edək. 81-dən 46 çıxdıqda uşaqlar qalır 35 üzrəm, 35. Daha sonra 34 çıx 18, 16, 21 və 35. Müəyyən elədik. Proton və elektron sayını müəyyən elədik. İndi gəlin aşağıdakılara baxaq. X və T eyni elementin izotoplarıdır. Hanı? X və T. Eyni elementin izotoplarıdır, doğrudur. T'nin sıra nömrəsi 35-dir, doğrudur. X'in sıra nömrəsi 34-dür. Uşaqlar, X'in sıra nömrəsi 35-dir, ona görə C variantı yanlışdır. Y2 mənfi 10-da 18 elektron var. Y elementində neçə elektron var? 16 elektron var. Demişdik ki, sağ tərəfdə ədədlərin cəmi son tərəfdə ədədi verməlidir. Avtomatik 18, D doğrudur. İyonlarında eyni sayda elektron var. Gəlin müəyyən eləyək. 54. Y2 mənfi. Bizdə Y-dən elementində neçə dənə elektronumuz var? 16 üstəmə neçə dənə protonumuz var? 16 dənə protonumuz var. Elektron və proton sayı uşaqlar element üçün bir-birinə bərabərdir. Burada artıq iyondan danışırsa proton sayı nə demişdim? Sabit qalır. Elektron sayı dəyişəcək. 16 isə 18-dən 2 çıxırıq. Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. Z üçün hesablayaq. 3 müsbət. Z-də olan proton sayı nə qədərdir? Z-də olan proton sayı olur 21. Avtomatik olaraq baxın 18. 18-in üzərinə 21-yə variant da doğrudur. Keçdik 55-ci suala. Əsas yarım qrup elementlərdir. Atomların normal halda xarici elektron təbəqəsindəki elektron sayı. Gəlin 55-ci sualı biz bir müəyyən eləyək. Atom baxın, atomun elektron formu. Artıq bu bölməyə keçdikdə sizin üçün çox sadə olacaq bu məsələləri həll etmək, bu tip məsələləri. Deyir, elektron təbəqəsi qısa elektron formulunu yazırıq. 3s2, 3p0. Bunu müəyyən elədik. İndi gəlin Y üçün yazaq. Bu X üçün idi. Y üçün yazaq. 3s2, 3p5. X və Y elementlərin əmələ gətirdiyi birləşmənin molekulunda neçə elektron olar? İndi X və Y-in əmələ gətirdiyi birləşməni müəyyən eləmək üçün X və Y elementin hansı qrupda yerləşdiyini müəyyən eləyirik ki, onların valentliklərini müəyyən eləyə bilərik. X elementi baxın, S əsas yarım qrup elementidir. 2 A yarım qrup elementidir. 2 A yarım qrup elementi uşaqlar hansılardır? Berilyum, magnezium, kalsium, strontium, baryum sabit 2 valentlik göstərən elementlərdir. Deməli, Y elementi isə 7-ci A yarım qrupunda yerləşir. 7-ci A yarım qrupundakı elementlər hansılardır? Hallogenlər. Hallogenlər birləşmələrdə sizin neçə valentlik göstərirlər? 1 valentlik göstərirlər. Çünki 1 elektron lazımdır onlara. Onu almaq üçün 1 valentlik göstərirlər.
Baxın, bu birləşmədə elə halogen özü bir valentlik göstərir. Düzdür, həyəcanlarında 1-3-5 göstərir, amma baxın 3s2 valentliyi nə ilə müəyyən edirik? Tək elektronların sayına görə. 1, 3. Baxın, tək elektron burada neçə dənədir? Tək elektron, düzdür, belə doldurmaq olmaz. Uşaqlar sıra ilə doldurmaq lazımdır. Baxın, bu istiqamətdə. Daha sonra hər birini yenidən doldurmaq lazımdır. Mən də birbaşa yazdım cavabı, düzgün deyil əslində elə doldurmaq. Baxın, bir dənə tək elektron olduğu üçün bir valentlik göstərir. Deməli, x2 valentlik, y isə 1 valentlik göstərdi. Gəlin, indi həmin birləşmənin formulunu yazaq. X, y 2 şəklində yazılacaq. Ümumi elektronların sayını istəyir birləşmədə. İlk öncə gəlin, x atomunda olan elektronların sayı. Bunun əvvəlində uşaqlar 1s2, 2s2, 2p6 var. Yəni 10 dənə elektron var. 12 dənə elektron var x-də ümumilikdə. Y-də isə 17 dənə elektron var. X2, y2 birləşməsində isə 12 üzərinə gəlinsin. 2 dəfə 17, 34, 46 elektron var. Ümumilikdə 46 dənə elektronumuz var. Cavab da oldu 46. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə dövrü qanun və dövrü sistem, atomun quruluşu bölməsinin, atomun tərkibi mövzusundakı sualları izah etdik. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Allaha əmanət olun. Sağ olun.